Yolumuz devam edir Ağdərə rayonu. Gördüğünüz kəndə aşağı orataq. Yolumuz devam edir Ağdərə rayonu. 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 Ağdərə rayonunun gözəl meşələri. Yolumuz devam edir Ağdərə rayonu. Ağdərə rayonunun meşələri. Yolumuz devam edir Ağdərə rayonu. Yolumuz devam edir Ağdərə rayonunun Kasapet kəndi. Ağdərə Kasapet kəndi. Gördüğünüz bu kənd. Yolumuz devam edir Ağdərə rayonunun Kasapet kəndi. Yolumuz devam edir Ağdərə rayonu Kasapet kəndi. Yolumuz devam edir Ağdərə rayonunun Kasapet kəndi.
Yolumuz devam edir Ağdərə rayonu. Ağdərə rayonunun gözəl təbiəti, gözəl meşələri. Axır ki, gəlib meşəliyə girdim. Yaxın meşəyinə çayla gəldim. İndi meşənin içindən gedirəm. Yolumuz devam edir Ağdərə rayonu. Ağdərə rayonunun meşələri, dağları. Gözəl bir təbiət. Hal-hazırda getdiyim bu yol keçmiş Kəlbəcər yolu olub. Yol Kəlbəcərə gedən yoldur. Ağdərə Kəlbəcər yolu. Yolda heç kim yoxdur. Nə adam var, nə maşın var. Bir də mənəm tək gedirəm. Yolumuz devam edir Ağdərə rayonu. Ağdərə Kəlbəcər yolu. Belə bir yol var. Yol keçmiş Kəlbəcər rayonu. Keçmiş yəni Kəlbəcərə, bu keçmişdə buradan gelirmiş yol. İndi işlək vəziyyətdədir. Heç nə yoxsa dağılmış vəziyyətdə. Heç bir maşında işləmir yola. Devam edir Ağdərə rayonu. Axır ki, gəlib bir talaya çıxdıq. Ayaqlarından meşənin içindən gəlirlər. Burada belə bir açıqlıq var. Burada belə bir sərt padyum vardı. Padyumu da qalxdım. Qabaqda da bir dənə padyumumuz var. Təxmini hara gedirəm, sözünü də bilmirəm. Meşənin içindən gedirəm. Ağdərə rayonu. Yolumuz devam edir Ağdərə rayonu. Ağdərə rayonunun meşələri. Yolumuz devam edir. Ağdərə rayonu.
Davam edir Ağdərə rayonu. Ağdərə rayonunun meşələri, dağları. Hərəlik gedirəm, hala kimi gedəcəm bilmirəm. Sadəcə sürürəm. Meşələrlə, dağlar. Ola bilər hardasa qayıdam, hərəlik gedirəm. Yəqin ki, müəyyən bir yerdən sonra yağlı yerə qayıdacam. Davam edir. Belə bir peroval var, baba bir yol qalxır. O belə fırlanacam. Dağın dalına, meşənin dalına. Düz o meşənin üstə çıxmalıyam. Yolumuz davam edir. Ağdərə meşələri. Yolumuz davam edir Ağdərə. Karşıda bir dənə palyon var. Palyonla qalxacağım meşənin düz başına. Oradan oyana yolum bilmirdim. Oradan oyana yeni palyonlar var, yoxsa yox. Güzel bir mənzərə Ağdərə. Bu perivalları, bu meşələri hamısını aşıb gəlmişəm. Ağda da bir palyon var. İnşallah buranlaşırım. Yolumuz davam edir Ağdərə rayonu. Ağdərə rayonunun meşələri. Perivallarımız da həmçinin davam edir. Elə bir hündür yer vardı, bura çıxdım. Mən elə bildim buradan oynana hatta sus geçirəm. Amma bura çıxandan sonra məlum olur ki, yol hələ davam edir. Yəni bu yol hələ gedir. Yolumuz davam edir. Gəlib lap yuxarı çıxdım. Buradan belə aşağı yol gedir. Bir yolda buradan sola gedir. Şimdi bilmirəm sola gedim, düz gedim. İnşallah bunu indi xəritə ilə aid eləyib bir yolu. Ola bilsin, bu sol yoldan getdim. Dəqiq bilmirəm. Bir yol budur, bir yol da budur. Yolumuz davam edir Ağdərə. Bir xeyli asfaltka düşdüm. Şimdi gedək görək bu yol hara gedib çıxır. Yolumuz davam edir Ağdərə. Perivallarla düşdüm. Gəlib bir bura çıxmışam. Buradan da gözəl bir mənzərə açılır. Gördüyünüz bu da Sərsəng su anbarı. Axır ki gəlib Sərsəng su anbarına çıxdım. Düzdür, hələ oraya yaxınlaşmamışam. Yəni dağın üstündən baxıram. İnşallah indi ora düşməliyəm. Yolumuz davam edir Ağdərə. Meşəni düşdük. Bu yol Eyvalı Kəlbəzərə gedir. Bu yolda Ağdərə Suqovuşan yol olmalı. İnşallah mənim yolumda yəqin ki bu yandan
Yolumuz devam edir. Podyumlarımız başlandı. Oradan oyna yine de podyumlardı. Gördüğünüz bol meşələrin üstünden geldim düştüm. Oradan oyna baba dağların arkasına çeşmeliyim. Buradan perivallar başlayır. Yolumuz devam edir. Ağdərə rayonu. Çox bir səs podyomu qalxdım. Buradan qabağa yenə də perivallarım var. Bax, bu da Sərsəng su anbarı. Gözəl bir mənzərə. Sərsəngdən dayana Kəlbəcər rayonu başlayır. Yolumuz devam edir. Orada gördüğünüz Sərsəng su anbarının baş tərəfi. Perivalı qalxmışam. Bax, gördünüz, baba dağın üstünə qalxmalıyam perivallarla. İnşallah qalxarıq. O devam edir Ağdərə. Buradan oyuna gibi bir perivallarım başlayacaq. Ona görə dedim, biraz oturum dinləyərəm. Çünki baba qabaqda meşələr, dağlar var, onları qalxmalıyam hamısını. İnşallah sağdasa Sərsəngin üstündəyəm. Oradan Sadaxlı kəndin üstündən Ağdərə şəhəri, oradan da aşağı Orataq kəndinə qalxmalıyam. Xeylaq yol gəlmişəm, bir xeylaqda yol gedəcəm. Ağdərə, bax, bu da Sərsəng su anbarı. Yolumuz devam edir Ağdərə, bu da Sərsəng su anbarı. Çətin yollarla gəldim. Bir o qədər də çətin yollarımız olmuş. Ağdərə rayonu Sərsəng su anbarı. Sərsəng su anbarı. Yolumuz da devam edir.
Yolumuz devam edir Ağdərə. Piraval düşdük. Burada da bir bulaq var. Allah burada biraz su götürək, yuyunaq. Sonra da yolumuza devam edirik. Gözəl bir yerdir, oturmağa da yer var. Burada bulağımız. Ağdərə rayonu gözəl bir mənzərə. Bu da Sərsəng su anbarı. Çoxdan da istəyirdim bir Sərsəng su anbarına gəlim. Tam yaxınlaşa bitməsəm də göz görəsi məsafəyə kimi gəldim. Sərsəng su anbarını da gördüm. Gözəl bir gördü. Məsləhət görürəm, hər bir kəs gəlsin, görsün, bəyənsin. Yolumuz devam edir Ağdərə. Daha bir piraval. Buradan belə fırlanıb, hava udağın üstüne qalxmalıyam. Bir sərt palyondur. Sərt piravaldır. Mən deyəsəm biraz yorulacaq. İnşallah çıxarıq. Yolumuz devam edir. Bax, gördüğünüz piravalları düşdüm. Oradan da qalxdım. Oradan da yuxarı hələ bir piraval mı durur. Dağın dalına keçəcəm. Oradan o tarafa bilmirəm. Yolda birinci dəfə gedirəm. Necədir? Palyondur, spuskalıq xəbərim yoxdur. Yolumuz devam edir Ağdərə. Yolumuz devam edir Ağdərə. Belə bir palyonum qalıb. Buranı qalxayım, görüm ondan sonra o nə göstərəcək. Ora Sərsəng su anbarı. Oradan qalxmışam palyonlarla. Palyonlara qalxıb. İnşallah palyomu da qalxaq. Görəndən sonra nə göstərir. Bu yol getmədiyimə görə xəbərim yoxdur. Kilometrajdan da xəbərim yoxdur. Yolun dik aşağı olduğundan. Ona görə də biraz çətindir. İnşallah geri çıxarıq. Devam edir Ağdərə. Bu gördüyünüz də Sərsəng su anbarı. Piravalları qalxdım. İnşallah burada piravalın başıdır. Buradan bilmirəm, indi yenə piravallar yoxsa yox. İnşallah olmasın. Çünki piravallar mənim nəfəsimi kəsdi. Yolumuz devam edir. Palyonlarımız da həmçinin. Gördüğünüz baba bu düz bu meşanın üstə qalxmalıyam. Yol qabaqdan ora dönür. Sonra dik yuxarı ora qalxır. Gözlə gördüyüm budur. Oradan o yana da hara girəcəyik bilmirəm. Yol dikdir, skadır bilmirəm. Yolumuz devam edir Ağdərə. Piravallarımız da devam edir. Sert palyonlar olmasa da yanıma aylık piravallardır. Allah da sürürük. Biraz yorulmuşam, dincəlim, sonra yolumuzu devam edirik. Yolumuz devam edir. Piravallarımız da həmçinin. Oradan qabaqdan belə bir piraval qalxır. Biz bu meşənin üstünə kimi. Ona görə də oturduk
ki, biraz dincələk, biraz enerji var ki, bu podyomu qalxa bilək. Sərt podyomdur. Yazı bir podyum oxşuyur. Biraz dincələk, sonra qalxaq yolumuza davam edək. Ağdərə rayonunun meşələri. Yolumuz davam edir Ağdərə. O vaxtda daha bir preval var. Bax, gördüyünüz uzaqda preval. Bax, meşənin dalına keçmədən bir yolla gedib. Ağdərə rayonu. Gördüyünüz kənddə Ağdərə rayonunun Çardaqlı kəndidir. Ortada belə bir podyum var. İnşallah bunu qalxmaq lazımdır. Davam edir Ağdərə. Ağdərə yolu. Ağdərə şəhərin yolu. Belə bir yol var. Buradan ora 7 kilometrdir. Yol elə gələsidir. O yol bir dəfə Vesemətdən getmişəm də, gəlmişəm də, bir dəfədir. Yəni yol yaxşı yol deyil. Axır ki gəlib Ağdərə şəhərinə çıxdıq. Bu da Ağdərə şəhərinin girişi.